Neftçinin əfsanəvi futbolçusu Kazbek Tuayev Telegrafa verdiyi müsahibədə paytaxt klubunun uğursuz çıxışını və baş məşqçi Samir Abbasovun istefasını şərh edib. 85 yaşlı mütəxəssis hesab edir ki, baş məşqçinin günahı birbaşa heyətin zəifliyi ilə bağlıdır və komanda üçün nəticə əldə etmək üçün daha çox vaxta ehtiyac var. Tuayev bildirib ki, hər zaman olduğu kimi Neftçinin əsas problemi heyətdədir. Komanda normal, keyfiyyətli heyət tələb edir. Klub rəhbərliyi mütləq maliyyə ayırmalı, yaxşı futbolçuların alınmasına şərait yaratmalıdır. İndiki heyətin demək olar ki, hamısı dəyişdirilib, amma bu heyət hələ heç nə göstərmir. Adətən günahkar baş məşqçi olur, amma burada əsas məsələ heyətin zəifliyidir. Mütəxəssis rəhbərliklə bağlı məsələyə də toxunub. Klub rəhbərliyi deyir ki, bütün transferlər Samir Abbasovla razılaşdırılıb. Tuayev buna şübhə ilə yanaşır, əgər rəhbərlik belə deyirsə. Amma mən buna inanmaqda çətinlik çəkirəm. Əgər komanda ilə nəticə əldə etməyə imkan verilsəydi, Abbasov hələ də uğur göstərə bilərdi. Axı bu məşqçi həmin heyətlə komandamızı son dəfə Azərbaycan çempionu etmişdi. Neftçinin cari mövsümdə 12 oyunda 3 qələbə, 6 heçə və 3 məğlubiyyəti olduğuna diqqət çəkən Tuayev bildirib ki, nəticənin olmaması təəccüblü deyil. Futbolçular bir-birlərini yaxşı tanımır, oyun üslubu uyğunlaşmamışdı. Cəmi 2-3 ay keçib. Bu müddətdə nəticə gözləmək qeyri-real idi. Yeni gələn futbolçuların bir-birinə alışması, qarşılıqlı anlaşma yaratması vaxt tələb edir. Yarım mövsüm keçdikdən sonra nəticə yoxdursa, onda başqa addımlar atmaq olar. Tuayev həmçinin qeyd edib ki, Abubakrın gəlməsi ilə komanda sıfırdan başlayır. Yeni məşqçi gələcək, öz heyətini quracaq, oyun üslubunu aşılamağa çalışacaq. Hər şey yenidən başlayacaq və bu çox çətin olacaq. Əfsanəvi futbolçu yerli məşqçilərə üstünlük verilməsinin vacibliyini vurğulayıb. Mən ümumiyyətlə düşünürəm ki, Azərbaycanın bütün klublarında yerli baş məşqçilər olmalıdır. Rusiyada əvvəllər xarici məşqçilər işləyirdi, amma indi yerli mütəxəssislərə şans verirlər. Bizdə də bu lazımdır. Tərlan Əhmədov, Mahmud Qurbanov və hətta Arif Əsədov kifayət qədər potensiala malikdirlər. Onlar Avropa və dünya çempionatlarında nəticələr qazanıblar. Yuri Vernidubun namizədliyinə münasibət bildirən Tuayev isə ehtiyatlı olub. İndiyə qədər gələn əcnəbilərin heç biri uğur qazanmamışdır. Milli və klublarımızda nəticə verməyiblər. Bizim işsiz qalan yerli mütəxəssislərimiz var. Onlara şans yaratmaq lazımdır. Samir Abbasovun 250 min manat təzminat alaraq gedişinə də toxunan Tuayev bildirib ki, müqavilədə nə yazılıbsa ona riayət olunmalıdır. FIFA və UEFA qaydaları var. Əgər klub müqaviləyə xitam verirsə, bütün ödənişlər edilməlidir. Əgər məşqçi özü ərizə yazıb ayrılırsa, onda ödəniş olunmur. Bizdə isə yerli məşqçilərə qarşı ədalətsizlik edilir. Tuayev legioner limitinin aradan qaldırılmasının problemlərinə də diqqət çəkib. Meydanda yerli futbolçular demək olar ki, yoxdur. Biz futbol ölkəsiyik, istedadlı uşaqlarımız var. Sadəcə onları inkişaf etdirmək lazımdır. Böyük futbolçularımız olub. Aleksandr Məmmədov, Ələkbər Məmmədov, Bonişevski, Mübariz Zeynalov, Yaşar Babayev və başqaları. Hamısı yerli məktəbin yetirmələri idi. İndi niyə xarici legionerlərə üstünlük verilir? Müsahibənin sonunda Tuayev vurğulayıb ki, klub və məşqçi arasındakı münasibətlər peşəkar olmalıdır. Əgər məşqçini azad edirsinizsə, hər iki tərəf mədəni davranmalıdır. Hər şey qanuna və müqaviləyə uyğun edilməlidir. Bizdə isə klubların peşəkar fəaliyyətində çatışmazlıqlar var.